Müəllimlər, əziz abituriyentlər. Bugün Time Test Bankında mövzu 51-in izahına baxacağıq. Mövzu Azərbaycan 1917-ci il fevral inqilabından sonraki dövrdə və 1918-ci ilin mart soyqırımı. Birinci suala baxaq. Osmanlı dövlətinin Seymlə danışıqlarında öz vasitəçiliyini təklif edən ölkənin müasir xəritədə müəyyən edin. Gəlin ilk öncə xəritədə ölkələrin yerini müəyyən edək. 4 burada olacaqdır. Böyük Britaniya, 2 Fransa, 5 Almanya, 3 Polşa, 1 Rusiya. Burada Seymlə danışıqlarda öz vasitəçiliyini təklif edən ölkə olacaq Almanya. Yəni doğru cavab olacaq 5. Y bəndi. İkinci suala baxırıq. Bakı Sovetinin müsəlman türk əhalisinə qarşı soyqırım törətməkdə məqsədi nə idi? Və yaxud da məqsədləri nə idi? Burada bu konkret bir əzbərçi bir cavabdır. Bunu hər halda biləcəyik. Müsavatın sosial bazasını məhv etməyə çalışırdı. Daha sonra Bakıda Osmanlı təsirini azaltmaq deyildi. Çünki heç Bakıda onda Osmanlı yox idi. Xalqımızın azadlıq hərəkatını başsız qoymaq 3. Bakıda tam möhkəmlənmək idi. 1, 3, 4 olacaq. İTİK-in də ləğv edilməsi. İTİK bundan əvvəl ləğv edilmişdi. Hansı ki 1917 noyabrın 22-sində. Doğru cavab oldu 1, 3, 4. Üçüncü sualda Zaqafqaziya Seyminə aiddir. Gəlin ilk öncə Zaqafqaziya Seyminin fəaliyyət dövrünü qeyd edək. 1918-ci il fevral ayında başlayır. Fevral ayının 23-də fəaliyyətə başlayır və may ayının 26-sına qədər fəaliyyət göstərir. Burada Erzincan sazişinin bağlanması bu komissarlığa aid olacaqdır. 1917-ci ilin dekabr ayının 7-si olmalıdır. Daha sonra Bakını bolşeviklərdən azad edilməsi. Bakını bolşeviklərdən azad edən Azərbaycan Xalq Cümhuriyyəti idi. AXC idi. Deməli 1 ilə 2 burada gedir. 1 gedir, 2 gedir. İşimizi asanlaşdıraq. Xüsusi Cənubi Qafqaz Komitəsinin devrilməsindən sonra yaranır. Xüsusi Cənubi Qafqaz Komitəsinin yox, komissarlığın devrilməsindən sonra yaranmışdı. 3 də burada səhv olacaq. Ümumiyyətlə, komitənin fəaliyyəti nə vaxtdır deyən? Deyirik ki, 1917-ci ilin 9 martından 1917-ci ilin oktyabr ayına qədər fəaliyyət göstərir. Komissarlıq isə noyabrda, 17 noyabrında fəaliyyətə başlayır, 18 fevralına qədər fəaliyyət göstərmişdir və fevralın 23-də də Seym fəaliyyətə başlayır. Doğru cavab belə 4 və 5 qalır. Bəli, Osmanlı dövlətinə qarşı müharibə elan edir və Osmanlılarla Trabzon danışıqlarının aparılmasıdır. Dördüncü suala baxaq. İctimai təşkilatların İcraiyyə Komitəsinə aid deyil deyir. Rəhbərliyin qeyri-Azərbaycanlıların əlində olması bu doğrudur. Xüsusilə bunu qeyd etməliyik və burada qeyd edək ki, İctimai təşkilatların İcraiyyə Komitəsi 1917-ci ilin mart ayının 4-də fəaliyyətə başlayıb 1917-ci ilin noyabr ayının 22-sinə qədər fəaliyyət göstərir. Bakı Sənaye rayonunda 8 saatlıq iş rejiminə keçirilməsi ilə bağlı qərarlar verilməsi bu da doğrudur. Hacınskinin fəaliyyətində iştirak etməsi, bəli, həm Rəsulzadə, həm Hacınski fəaliyyətində iştirak etmişdir. D variantında müvəqqəti hökumətin Cənubi Qafqazdakı hakimiyyət orqanlarından biri idi. Bəli, doğrudur. Həmin dövrdə qeyd olunur ki, həm Cənubi Qafqaz Komitəsi, həm də İctimai Təşkilatların İcraiyyə Komitəsi Cənubi müvəqqəti hökumətin Cənubi Qafqazda hakimiyyət orqanlarından hesab olunur. Y variantında siyasi məhbuslara amnistiya verilməsi bu müvəqqəti hökumətə aid olacaq. Müvəqqəti hökumət və Y variantı olacaq cavab. Digər 5-ci suala baxırıq. 5-ci sualda həm Trabzon konfransı və Batum sülh konfransının oxşar və fərqli məqamları bizdən soruşulur. Gəlin diqqət yetirək. Burada nədir? Tərəflərdən birinin Osmanlı dövləti olması. Bəli, həm Trabzonda, həm Batum sülh müqaviləsində tərəflərdən biri elə Osmanlı dövləti idi. 3-ə alınacaq. Cənubi Qafqazda hərbi əməliyyatların dayanması. Bu Erzincan müqaviləsidir. 1917-ci ilin dekabrıdır. Buradan nə Trabzona aid deyil, nə Batum sülh konfransına aid deyil. C-də baş verən itkilərə görə Osmanlı dövlətinin yerə ərazilər tələb etməzdir. Bu Batum sülh konfransıdır. Hansı ki, burada Osmanlı dövləti bəli 8 gün davam edən müharibədə yeni ərazilər tələb etdiyini görəcəyik. Buna diqqət yetirməliyik. Deməli, 2-yə C olacaq.
Daha sonra D-də Osmanlı dövlətinin tələblərindən birinin Seymin Rusiyadan ayıraraq müstəqilliyin elan etməsi oldu. Bəli, Osmanlı dövlətinin tələblərindən biri məhz Trabzon konfransındaydı. Y-də Gürcülərin müstəqilliyin elan etməsi, fəaliyyəti dayandırılması, bu Seymdən söhbət gedir. Beləliklə 6-da doğru cavab nə olacaq? Doğru cavab. Deməli 1-ə D, 2-yə C, 3-ə A. Y bəndi. 6-cı suala baxırıq. Hadisə və nəticə əlaqələridir. Pozulmuşdur. Fevral burja inqilabının baş verməsi Cənubi Qafqaz canişinin yenidən ləğv edilməsi doğrudur. Gəlin baxaq. Cənubi Qafqaz Komissarlığı ilk dəfə yaradılmışdı 1800 neçənci ildə? 1844-cü ildə. Bəli. Deməli 1844-dən 1883-cü ilə qədər birinci canişinlik dövrüdür. İkinci canişinlik dövründə 1905-ci ildə fəaliyyətə başlayır. Hansı ki rəhbəri Daşkov idi. 1917-yə qədər fəaliyyət göstərir. Fəaliyyəti də dayandırması və yaxud da ləğv edilməsi fevral burja inqilabının baş verməsi idi. A-nı çıxırıq. İkinci Rus inqilabı 1917-dir. Bəs birinci Rus inqilabı nə vaxtı deyəndə deyirik 1905-1907. Yəni burja inqilabından əgər söhbət gedirsə, birinci burja inqilabı 1905-7, ikincisi 1917 hesab etmək olar. Və Rusiyada monarxiyanın devrilməsi. Bu da doğru cavabdır. Burada da yəni nəticə əlaqəsi pozulmamışdır. Burada burja inqilabının baş verməsi olsa daha doğru olardı. Hadisə və nəticə əlaqələridir, pozulmuşdur. Burada A-dan B-ni çıxırıq. Sonra gəlir. Fevral burja inqilabının baş verməsi Azərbaycanda Milli Azadlıq Hərəkatının ikinci mərhələsi. Gəlin yazaq. Milli Azadlıq Hərəkatının birinci mərhələsi 1875-1904, ikinci mərhələsi 1904-1917, üçüncü mərhələsi isə 1917-1918-ci illəri əhatə edir. Və biz belə bir nəticəyə gəlirik ki, fevral burja inqilabının baş verməsi ilə ikinci mərhələ yox, üçüncü mərhələ başlayır. C variantında çıxırıq. Daha sonra yox, əlaqə pozulmuşdur deyir də. C variantda əlaqə pozulub. Müsavat partiyasının birinci qurultayının keçirilməsi. Müsavat partiyasının biz bilirik ki, birinci qurultay nə vaxt keçirilmişdir? 1917-ci ildə keçirilmişdir. Hansı ki, nəticə etibarilə burada ilk oktyabr ayının 25 olmalıydı. Amma partiyanın ilk proqramının qəbul edilməsi 1912-dir. Bəli, 1912. Burada C ilə D səhv olan cavab olacaq B-dir. Gəlin digər Y variantına da baxaq. Müvəqqəti hökumətlə yanaşı fəhlə və əskər deputatlar sovetinin təşkil edilməsi, bəli, Rusiyada iki hakimiyyətin yaranmasına nəticələndi 1917-də. Bu da doğru cavabdır deyəndə əlaqə pozulmayıb. Əlaqə pozulub C və D-də. Baxaq, 1918-ci ildə Bakı Şəhər Dumasının buraxıldığı ayda baş verməmişdir. Bakı Şəhər Dumasının buraxıldığı ay hansı aydır? Aprel ayıdır, elə deyilmi? Aprel ayının 25-i. Deməli, apreldə Bakı XKS-nin yaradılması, bəli, aprel ayının 25-də Bakı Xalq Komissarları Sovetiyadır. Daha doğrusu, üzr istəyirəm, Bakı Şəhər Duması 20 apreldə buraxılır. 25 gün sonra da XKS yaradılır. Bəli, bu yəni aprel ayındadır. Bunu çıxıram. Bütün şəhər təsərrüfatının Bakı Sovetinin ixtiyarına keçməsi, bu da aprel ayıdır. Qubada soyqırımın baş verməsi, bəli, Qubada soyqırım baş vermişdi. Hansı aydaydı? Deməli, bu da bəli, aprel ayında başlamışdı. C-də çıxırıq. Cənubi Qafqaz Demokratik Federativ Respublikasının yaradılması, bu da təsadüf edəcəkdir aprel ayına. Amma Brest-Litovsk müqaviləsi ayın neçəsi idi? Mart ayının 3-də olacaq. Bəli. Belə. İndi burada bir məqama diqqət yetirək. Aprel ayının 22-si, bunu qeyd edək xüsusilə. Aprel ayının 22-sində Cənubi Qafqaz Demokratik Federativ Respublikası yaradıldı və 34 gün fəaliyyət göstərmiş oldu. Bəli. 7-yə baxdıq, indi 8-ə keçək. Xəritə və cədvələ əsasən səhv cavabı müəyyən edin. 1. Bu ərazidə qırğın Bakıdakı səhv cavab deyir. Bu ərazidə, yəni Şamaxıdır bu ərazi. Bu ərazidə qırğın Bakıdakı qırğından bir neçə saat əvvəl başlamışdı. Bu doğru cavabdır. Bu ərazidəki, yəni 2, Quba
Bu ərazidəki soyqırıma görə 2013-cü ildə soyqırım memorial kompleksi açılmışdı. Bu da doğrudur. 3. 3 İrəvandır. Deməli 1 oldu Şamaxı, 2 Quba, 5 Bakı, 4 Lənkəran, 3 də İrəvan. 3 də ərazisində etnik təmizləmə aparan ermənilər burada işğal rejimi yaratmışdı. Bu da doğrudur. Evelina sərnişin gəmisi Bakıya bu ərazidən gəlmişdi, yəni Lənkərandan. 4-dür, bəli, doğrudur. Şimali Azərbaycanda ilk milli partiya bu ərazidə, yəni Bakıda yaranmışdır deyir. Bu səhvdir. İlk milli partiya 1905-ci ildə Gəncədə yaranmışdı. Ələkbər bəy Rəfibəyov tərəfindən yaradılmışdır. Və bu ilk milli partiya ilk dəfə Rusiyanın federativ dövlət kimi qurulmasını və Azərbaycana da muxtariyyət verilməsi tələbini irəli sürmüşdü. 9-cu suala baxırıq. Verilənlərdən deyil, neçəsi mart soyqırımından sonra Bakı Sovetinin həyata keçirdiyi tədbirlərdəndir. Bu, belə deyək, nisbətən əslində rahat suallardan biridir. Hansı ki, burada mart soyqırımından Bakı Sovetinin həyata keçirdiyi tədbirlər o idi ki, gəlin cavablara baxaq, ona uyğun danışarıq. Cənubi Qafqaz Seymi müstəqilliyini elan etdi. Bu, əlbəttə ki, yanlış bir məqamdır. Daha sonra Bakı Şəhər Duması buraxıldı. Doğrudur. Cənubi Qafqaz Seymi Bakı şəhəri nəzarəti itirdi. Ümumiyyətlə, Cənubi Qafqaz Seymi Bakıya ümumiyyətlə nəzarət etməyib heç vaxtı. Yəni, edə bilməyib. Bolşevik və erməni mətbuatından başqa bütün qəzet və jurnallar bağlandı. Doğrudur. Azərbaycanlara məxsus milli şuraların fəaliyyəti də qadağan edilmişdir. Bəli, doğrudur. Hansı ki, bütün milli şuralara, hətta ermənidən başqa digər milli şuralara, o cümlədən də Azərbaycanlara məxsus milli şuranın fəaliyyətinə son qoyulmuşdur. Doğru cavab burada 3 olacaq. Y bəndi. Növbəti suala baxırıq. Türkiyədən Mərkəziyyət Partiyasına deyir, aid deyil. Türkiyədən Mərkəziyyət Partiyası biz bilirik ki, 1917-ci ilin martında Gəncədə yaradılmışdır və Qeyrət Partiyasının proqramından çıxış edirdi. A variantı doğru. B-də Yazavetpolda yaradılıb. Doğru. Türkçülük mövqeyindən çıxış etməsi doğru. Fevral Burj inqilabından sonra yaranması doğru. Rusiya hüdudlarında unitar yox, federativ respublikanın yaradılmasını müdafiə edirdi. Y bəndi. 11-ci suala baxırıq. 11-ci sual da maşallah nə boydadır. 11-ə baxaq, uyğunluğu müəyyən edək. Cənubi Qafqaz həcmi geniş olan suallardan biridir. Gəlin diqqət yetirək. Cənubi Qafqaz Komissarlığı. Gəlin komissarlığın fəaliyyətini yazaq. 1917 noyabr ayından başlayır fəaliyyət. 1918-ci ilin fevralına qədər fəaliyyət göstərir. Fevral. Əvvəlki kitablarda bu fevral ayının 10-na qədər yazılırdı. İndi fevral yazılır. Cənubi Qafqaz Seymi isə 1918-ci ilin fevral ayının 23-dən başlayır fəaliyyətə və 1918-ci ilin 26 mayına qədər fəaliyyət göstərmişdi. Baxaq. Şərq cəbhəsi olarmı burada? Xeyr. Elə A variantına baxaq. Şərq cəbhəsində hərbi əməliyyatların dayandırılması. Bu şərq deyək. Aha, əla. Cənubi Qafqaz Komissarlığı şərq cəbhəsində hərbi əməliyyatların dayandırılması yox, olmalıdır Qafqaz cəbhəsində. B-də müvəqqəti hökumətin hakimiyyətini tanımadığı üçün fəaliyyətin dayandırılması. Bəli, burada məsələ bilirsiniz necədir? Müvəqqəti hökumətin yox, bolşeviklərin olmalıdır burada. Çünki Məsləhət Məclisinə seçkilər keçiriləndə orada bolşeviklər məğlub oldu. Zor gücü ilə hakimiyyəti ələ keçirəndə Cənubi Qafqaz Komissarlığı onun fəaliyyətini bolşeviklər tanımadı. Və belə olan halda bəli, onun fəaliyyəti belə deyək də müəyyən müdaxilələr nəticəsində dayandırılmış oldu. Burada B variantı da müvəqqəti yox olmalıydı. Bolşeviklərin hakimiyyətini tanımadığı üçün yazılmalıydı. Yerli özünü idarə qismində yaradılması doğrudur. Oxşar cəhətə baxaq. Bakı şəhəri fəaliyyətdən kənarda qalması bu doğru cavabdır. Bəli. Daha sonra bu doğru cavabdır. B-yə baxaq. Tərkibində erməni və gürcülərin olması. Bu da hər ikisinin oxşar cəhətidir. Hər ikisində də Bakı şəhəri fəaliyyətdən kənarda qalıb. Hər ikisinin tərkibində erməni və gürcülərin olması oxşar cəhətdir. Bir müddət müstəqil fəaliyyət göstərən Seyim olmuşdu. Deməli, Seyim olduğu üçün bunu sildik. Deməli, 1-ə S olacaq, 2-ə A, B. A variantı və B variantı arasında qaldıq. Gəlin ona görə 3-ə baxaq.
Cənub Qafqaz Seymi A variantında fəaliyyəti başladıqdan sonra öz hökumətini yaratması doğrudur. Bu hətta elə həmin mövzunun əvvəlində qeyd olunubdur. Rəhbərinin Rəsulzadə olması, rəhbər yox, Azərbaycan fraksiyasının rəhbəri Rəsulzadə idi. Osmanlı dövləti ilə Batum müqaviləsində imzalayan AXC ilə Osmanlı dövləti arasında imzalanmışdır. Doğru cavab olacaqdır B variantı. 1-ə S, 2-ə A, B, 3-ə də A. Daha sonra 12-ci suala baxaq. 12-ci sualda eyni ildə baş verən hadisələri müəyyən edin. Qaz Ərdahan Batumun Rusiyaya verilməsi 1878-dir. Əliağa Şıxlinskinin rəhbərliyi ilə Müsəlman Korpusunun yaradılması 1917-ci ilin dekabr ayıdır. Rusiyada müvəqqəti hökumətin süquta uğraması 1917-ci ilin oktyabr ayıdır. Cənubi Qafqaz Seyminin yaradılması 1918 fevral ayının 23-ü. Burada eyni ildə baş verən hadisələr oldu 2 ilə 3, yəni B variantı. 13-də Bakı XKS-nin fəaliyyətinə aid deyil. Bakı XKS-nin fəaliyyətinə aid deyil. Bakı Xalq Komissarları Soveti özünə vaxt yaranıb. 1918-ci ilin aprel ayının 25-də yaranıb. 1918-ci ilin iyul ayının 31-nə qədər mövcud olmuşdu. Neft sənayesi milliləşdirildi, doğrudur. AXC-yə qarşı müharibə aparıb, doğrudur. Hətta Göyçay döyüşü olmuşdu, hətta burada da qeyd olunub. Müsavat Partiyasına qarşı daşnaqlarla hərbi siyasi ittifaq bağlaması. Bu Müsavat Partiyasına qarşı daşnaqlarla hərbi siyasi ittifaq bağlayan Bakı Sovetidir. Bakı Soveti, yəni Bakı Xalq Komissarları Soveti deyil də Bakı Fəhlə Deputatlar Soveti. Doğru cavab C olur. Yəni onun fəaliyyətinə aid deyil, İnqilabi Tribunalda yaradılıb. 14-də xronoloji ardıcılığı deyil, müəyyən edin. Əliağa Şıxlinskinin komandanlığı ilə Müsəlman Korpusunun yaradılması 17 dekabr. Şəmkir Dəmir Yolu Stansiyası cəbhəsindən geri qayıdan Rus əskərlərinin Rus qoşunlarına tərksilah edilməsi 1918-ci ilin yanvar ayı. Evelina gəmisinin tərksilah edilməsi 1918-ci ilin martı. Şamaxı qəzasında deməli, erməni soyqırımının başlaması 18 martı, martın 30-u. Bakı XKS-nin yaradılması 1918-ci ilin aprel ayının 25-i. İndi mən bunu yığmalıyam. 14-də. 14-də birinci gəlir 1, sonra gəlir 2, sonra gəlir 3, sonra gəlir 4, sonra da 5. Y bəndi olacaq. 15-ci suala baxırıq. Xüsusi Cənubi Qafqaz Komitəsindən fərqli olaraq Komissarlıq və Cənubi Qafqaz Seymi. Bax, yenə deyirik, 17-ci ilin martın 9-unda fəaliyyətə başlayıb, 1917 martın 9-unda. Fəaliyyət göstərib 1917-nin oktyabrına qədər. Noyabrda fəaliyyətə başlayıb Komissarlıq. Bəli, Xüsusi Cənubi Qafqaz Komitəsinin, Xüsusi Cənubi Qafqaz Komitəsindən fərqli olaraq Cənubi Qafqaz Komissarlığı 17-də fəaliyyətə başlamışdı fikri səhvdir. Çünki ikisi də 17-də fəaliyyətə başlayıb. Bütün Cənubi Qafqaza nəzarət etməsi. Burada bütün sözü səhvdir. Çünki Bakıya nəzarət etmirdilər. Onda o zaman 1-ə S qalır. Gəlin S-ni də oxuyaq. Osmanlı dövləti ilə Ərzincan müqaviləsi bəli imzalayıblar 17-ci ilin dekabr ayının bayaq mən deyəsə 5-7-si dedim. Dekabrın 5-i olmalıydı Ərzincan. Dekabrın 5-i. Bəli, belə. Cənubi Qafqaz Seyminə gəlin baxaq. Fəaliyyətə Azərbaycanlıların iştirak etməsi. Burada ikisi üçündə bu oxşardır. Həm komitədə, həm Seymdə Azərbaycanlılar iştirak etmişdi. Bəli. İndi ona görə üzərinə xətt çəkirik. Brest-Litovsk müqaviləsinin Cənubi Qafqaza aid müddialarına etiraz etməsi bu bəli Seymə aiddir. 2-yə B olacaq. 4-cü Dövlət Dumasının deputatları tərəfindən yaradılması bu komitədir. Bu yanlış fikirdir. Doğru cavab 1, heç özüm də bilmədim nə oldu. 1-ə S, bəli, 2-yə B oldu. İndi 16-ya baxaq. Oxşar olmayan xüsusiyyətləri tamamlayın. Bakı Soveti və Bakı Xalq Komissarları Soveti. Bolşeviklərin yerli hakimiyyət orqanıdır, düzdür. Mart soyqırımından sonra yaradılması. Mart soyqırımından sonra yaradılan Bakı XKS-dir. Bakı Soveti ondan əvvəl var idi. Elə B olacaq doğru cavab. 17-yə baxaq. 1917-ci ildə baş verən hadisələrə aid deyil. Yazaq, gəlin yazaq. Qafqaz müsəlmanların Bakı qurultayı 1917-ci ilin aprel ayı olmalıdır.
Müsavata qarşı Bakı Soveti müsavata qarşı daşnaqlarla hərbi siyasi ittifaq yaradılması 1918-ci ilin martı. Və cavab B olacaq. Gəlin digərlərini də yazaq. Cənubi Qafqaz Komissarlığı Osmanlı arasında sazişin Cənubi Qafqaz 17-ci ilin dekabr ayı. Erzincan Xüsusi Cənubi Qafqaz Komitəsinin yaradılması 1917-ci ilin mart ayının 9-u. İctimai Təşkilatların İcraiyyət Komitəsi də 1917 martın 4-ü olmalıdır. Belə, cavab B-dir. 18-ə baxaq. Daha sonra baş vermişdir. Rusiyanı idarə etmək üçün müvəqqəti hökumətin təşkili 1917 fevral. B-də Türkiyədə Mərkəziyyət Partiyası, Müsavat Partiyası birləşməsi 1917-ci ilin 1917-nin olacaqdı iyun ayı olmalıdır. İyun, bəli. İyun ayı. Bolşeviklərin Bakıda Sovet hakimiyyətinin qurulması elan etməsi 1917-ci ilin noyabrın 2-si. İTK-in ləğvi 1917-ci ilin noyabrın 22-si. Rusiyada bolşeviklərin hakimiyyəti qəsb edərək hakimiyyəti qurması. Rusiyada bolşeviklər 1917-ci qəsb edərək 97 noyabrın burada bəli oktyabrda qəsb edərək deyir. Oktyabrın 25-i. Deməli, daha sonra baş vermişdir. Daha sonra baş verən hadisə burada oktyabrdan sonra noyabr gəlir. Noyabr. Bəli, noyabrın 22-si İTK-in ləğvi olacaq. 19-cu suala baxaq. Aşağıdakı cədvəldə hadisələrin hansıların yerini dəyişsəkdir xronoloji ardıcıllıq düz olar. Rusiyada müvəqqəti hökumətin hakimiyyətə gəlməsi 17-ci ilin fevralı. 2-də Bakı Şəhər Dumasının fəaliyyətini dayandırması 1918-ci ilin aprel. Evelina gəmisinin tərksilah edilməsi martı, 18-in martı. Bakı Xalq Komissarlar Sovetinin yaradılması 1918-ci ilin deməli, aprel ayının 25-i. Cənubi Qafqaz Seyminin fəaliyyətini dayandırması 1918-ci ilin 26 mayı. Baxın, burada yoldaşlar 2 ilə 3-ün yerini dəyişəndə fikir doğru olur. D bəndi. 20-ci sualda Hamazaspın başçılığı ilə 4000-dən çox müsəlmanın öldürüldüyü qəza. Əlbəttə ki, biz bilirik ki, burada Lalayan Şamaxıdaydı və 3-də də Hamazaspın başçılığı ilə 4000-dən çox erməni öldürülmüşdür. Doğru cavab olacaqdır 3, yəni D variantı. Bu qədər.